əziz abituriyentlər. Bugünkü video izahımız Slavyanların yürüşləridir. Slavyanlar ilk yürüşləri 9-cu əsrin sonunda baş verib. İlk yürüşləri ümumiyyətlə Slavyanların buraya yürüş edib uğur qazanmaqlarının səbəbləri odur ki, yəni belə deyək də, qarətlər etməsinin səbəbi odur ki, həmin vaxt Azərbaycanda hərbi donanması yox idi və vahid dövlət yox idi. Deməli, Slavyanlar 909-cu il yürüşündə Abaskon adasını və onun ətrafındakı əraziləri yürüş ediblər, ancaq burada yerli əhali tərəfindən məğlub ediblər. Daha sonra 910-cu il yürüşündə Sara adasına yürüş ediblər və burada Cilanşahı, cənubda Cilanşahı və Şirvanşahlar tərəfindən məğlub edilmişdilər. 914-cü il yürüşü zamanı isə Xəzər xaqanlığına icazə alırlar və onların ərazisindən keçib gəlirlər və Xəzər xaqanına vəd verirlər ki, geri qayıdarkən qənimətin yarısını onlara verəcək və Xəzər xaqanı da bununla razılaşır. Lakin geri qayıdarkən Xəzər xaqanlığındakı müsəlman əhali, yəni öz bacı qardaşlarını, müsəlmanları qırdığına görə Slavyanları məğlub edirlər. Ancaq burada Xəzər xaqanlığı yox, Xəzər xaqanlığının müsəlman əhalisi Slavyanları məğlub edir. 944-cü ildə isə Bərdəyə yürüş edirlər, Bərdə qarəti baş verir və bu yürüşün digər yürüşlərdən fərqi o idi ki, burada məqsədləri möhkəmlənmək idi. Yəni, digər yürüşlərdə qənimət ələ keçirmək idisə məqsəd, 944-cü il Bərdə qarətində məqsəd burada möhkəmlənmək idi. Və bu zaman Salari hökmdarı Bərziban İbn Məhəmməd idi və o Bərdəyə köməyə getsə də Mosul hakiminin yürüşünə etməsi Ərdəbili təhlükəyə qoyduğuna görə həmin vaxt Salarilərin paytaxtı Ərdəbil idi. Ona görə də geri qayıtmağa məcbur olur və Slavyanlar 944-də Bərdəni qarət edir, buradan 945-ci ildə geri qayıdırlar. Daha sonra biz danışacağıq ki, 987-ci ildə Dərbənd hakimi yerli əyanlara qarşı mübarizədə öz əyanda Slavyanlardan ibarət mühafizə dəstəsi saxlamışdır. 1030-cu ildə Şirvanşah 1-ci Mənüçöhrlə Slavyanlar arasında döyüş baş verir ki, və burada Slavyanlar 1-ci Mənüçöhrü məğlub edir. Hətta 1-ci Mənüçöhr Ara çayda bənd tikdirsə də məğlub olmuşdur. Həmin ildə, yəni 1030-cu ildə Şirvanşah hökmdarı, Şəddadi hökmdarı qardaşının Übeyləqanda üsyan qaldırmış. Qardaşına qarşı Slavyanlardan kömək istəyir və Slavyanlar da Bərdədəki üsyanı yatırır, Beyləqandakı üsyanı yatırır və Beyləqanı qarət edir. Belə ki, ilk qarət etdikləri Slavyanların şəhər Bərdə şəhəridir, daha sonra isə Beyləqan şəhərini qarət etmişlər və daha sonra Bizansdan geri qayıdıblar. 1032-1033-cü ildə isə bu zaman Slavyanlar Alan və Sərirlərlə birlikdə yürüş ediblər. Deməli, Alanların yürüşü bir 1-ci, 3-cü əsrdə isə bir də 11-ci əsrdə olmuşdur. Bu yürüş zamanı Şamaxı şəhərini tutub qarət etmişdilər. Lakin elə həmin ildə 1032-33-cü illərdə Dərbənd hakimi yerli əhali ilə bir yerdə bir neçə döyüşdə Slavyanları məğlub etmişdi. Daha sonra 1-ci Axistan dövründə 1175-ci ildə Slavyanları məğlub etmişdi. 1-ci Axistanda Gürcü çarı Georgi köməklik etmişdi. Belə, Slavyanların yürüyüşü ilə bağlı əsas məqamları sizlərə qeyd etdim. Bu qədər.